Hər vaxtınız xeyir olsun istəkli tamaşaçılar. İstirahət günü getdi və söz verdiyimiz kimi cəmi bir həftədən sonra etiraf artıq efirdədir. Və mən inanıram ki, bugünkü misafirimizlə görüş sizin ürəyinizcə olacaq və onunla ünsiyyətdə olmağa siz çoxdan can atırsınız. Odur ki, bugünkü misafirimizi sizə təqdim etmək istəyirəm. Cennet hala, de bu gəlini də qolsun biyabır olar ha. Hadi, ona canım da qurban, gözüm də qurban. Mən özümə düşmənəm. Mehriban olun. Bizim bugünkü qonağımız komik və dramatik rolların mahir ifaçısı, Respublikanın xalq artisti, Profesör İlham Nami Kamal'dır. Xoş gəlmişsiniz. Teşekkür ederim. Necəsiz? Çok sağ olun. Bayramımız mübarek olsun. Çox sağ olun. Sizinlə bahəm. Özünüzü necə hiss edirsiniz? Mən deyərdim ki, çox xoş hiss eləyirəm və sizin dəvətinizdən sonra bu yeni dekorları, yeni dekorasiyanı görəndən sonra, tərtibatı görəndən sonra və yeni verilişə məni çağırdığınıza görə mən sizə öz təşəkkürümü bildirirəm. İlham müəllim, başlayaq suallarımıza. Başlayaq. Öz-özünüzlə ünsiyyətdə olursunuzmu? Və bu ünsiyyət sizə nə verir? Mən sizə səmimi etiraf edeyim ki, əgər doğrudan da peşəkar sənət adamıdırsa, əsl mənada peşəkardırsa, o daima öz-özü ilə ünsiyyətdə olur. Yəni, ola bilər ki, o sənət adamı çox az danışır, amma onun beyni elə bilin ki, sayğac kimi işləyir. O həm o sayğac öz həyatda olduğu tərəfi idarə edir, həm də sənətdə bilavasitə ona tapşırılan rolların, obrazların sabahki gününü öz-özü ilə ünsiyyətdə bulunur. Özünüz kimi yox. Elə bil ki, kənar bir insan kimi öz xasiyyətinizə, daha doğrusu xasiyyətinizi necə xarakterizə edərdiniz? Hər bir insanın əlbəttə ki, öz xasiyyəti ona xoşdur. Amma bir də var ki, sən özünə kənardan baxmaq qabiliyyətinə malik olasan. Yəni, o mənada malik olasan ki, sən bəzən hiss eləməlisən ki, sənin müəyyən o haqq bildiyin iş başqası onu nahaq kimi qəbul edir. Sənin tutaq ki, adi bir tələbə ilə və yaxud teatrda hazırladığın bir tamaşa ilə o ifa, ondan ifaçını ola bilər ki, sən haradasa incidirsən. Sən onu bilirsən, çünki nəsə alınmayanda bir xarakter bu obraz, sən onu dəfayətən amiranəli ilə, hətta deyərdim qəddarlıqla məcbur edirsən ki, bu alınmalıdır sənə. O insan inciyir, amma bir anlığa özündə düşünürsən axı, bunu o insanın və tamaşanın yaxşı olması üçün sən bu haradasa qəddarlığı edirsən. Bu bütün sənətimizdə var, istər teatr rejissorlarında, istər kino rejissorlarımızda, yəni bu münasibət var. Amma indi bunu baxır, hansı prizmadan buna biz yaxınlaşaq? Siz hansı prizmadan istəyirsiniz, mən bunu sizə etiraf edeyim? Mən istəyirəm ki, bir aktyor kimi yox, bir insan kimi. Bir insan kimi artıq sən gərək bir insani münasibətlə əlbəttə bunu eləməzsən, mənə belə gəlir ki, sən heç istəməzsən ki, illa ki, mənim xasiyyətimdə olan insan, yəni mənim çox dostlarım var, siz də bilirsiniz. Bəli. İstər sənətdə, istər sənətdən kənarda, istər Bakıda, istər kəndimizdə, Şamaxıda, nətər gələr. Mən orada artıq sən insansan. Yaxşı mənada, yəni hər yerdə insansan, amma orada sən bir dostluq bir xətti gedir. Dostluq xətti gedir. Əlbəttə ki, mən heç vaxt istəmərəm ki, dostumun qəlbinə nəsə dəyim. Bunu mən həmişə düşünürəm ki, yəni həmişə də dostluğa birinci özüm can atıram. Çünki dostluq məsələsi həyatda elədir ki, gərək dost istəyirsənsə, sənin dostun olsun, sən gərək özün yaxşı dost ola biləsən. Bəli. Yəni, onun cəfalarına dözə biləsən, onun ağırlığı, onun çətin günlərində, kədərli günlərində həmişə dost. Yəni, dost yolunda boran olar, qar olar. Boran da gəlir, birazdan dekabr, yanvar boranlar olacaq, yəni o da gözləndir. Amma onunla bərabər elə yayın cıracırında da boran ola bilir. Bəli.
məcazi mənada. Mən başa düşdüm, əlbəttə başa düşdüm onları. Yəni dostluq kimi çətin həyatda mənə belə gəlir ki, heç bir amil ola bilməz. Dostluq çox məşəqqətli, ağrılı və ona görə də məsələn mən hərdən düşünürəm ki, mənim məsələn 7 yaşımdan da dostlarım var bugünkü gündə. İndi bizim nə qədər ağır günlərimiz olub. Bəli. Elə biz bir-birindən inciyən günlərimiz də olub. İnsan da əlbəttə ola bilər ki, hardasa mən dostumun yanında adi məsələn demişəm ki, bu məsələni bu gün həll edəcəm, eləyə bilməmişəm. Amma dostun ürəyinə gələ bilər ki, axı mənə söz vermişdi. Arada görürsən sonra soyuluq əmələ gəlir. Amma əsl dost odur ki, o müəyyən o körpülər var, həyatda o körpülər var ki, o elə bir körpü olur ki, laxlayır yerində, elə bir körpü olur ki, müəyyən mənada ipdən asılıdır və o körpüləri normal keçə bilsin. Mən əlbəttə ki, dostluq körpüsünü ən çox qiymətləndirən insanlardan biriyim. İlham müəllim, ümumiyyətlə həyatdan istədiklərinizi ala bilmirsinizmi? Amma açıq etiraf edin. Həyatdan həm də sənətlə bərabər onu etiraf eləməliyəm də. Bəli, Həyatı, yəni ki, insanın... Bəli. Əsas da odur ki, yaradıcı insansınız Mən siz. səmimi sizə deyə bilərəm ki, lap səmimi deyirəm sizə. İndi bu yaşa çatmışam. Müəyyən mərhələlər keçib sənətdə, istər teatrda, istər kinoda, istər televizorda. Mən sizə səmimi deyim. Mən istədiklərimin bugünə kimi 25%-ni eləyə bilmişim. İstədiklərimin. Çünki bilirsiniz, aktyor çox çətin bir sahədir. Aktyor bir asılı bir sahədir və sən hər dəfə asılısan ki, dramaturqun yazdığı hansısa materialdan, rejissorun sənə təklif elədiyi obrazdan. Aktyor həmişə operator kimi aktyorda asılıdır. Amma əgər bugünkü gündə bu 25% mən deyirəmsə və bu 25% müəyyən bu illərdə görülən işləri də xatırlayanda insan hardasa deyir ki, bəlkə qismət buymuş. Bəlkə də belə olmalıymış. Amma əlbəttə ki, potensial qüvvə tərəfdən mən onu düşünəndə əlbəttə 50% də eləmək olardı. Yəni ətrafın münasibəti ilə, ətrafın qayğısı nəticəsində əlbəttə 50 də ola bilərdi, 55 də ola bilərdi. Amma bu 25%-in özü də müəyyən bir həddir, böyük bir mərhələ. Bəli. Dünən və bugün hər birimizin həyatında müqayisə edəndə dünənimiz, bugünümüz, hər bir insan öz həyatında dünəni ilə bugünü müqayisə edir. Yəni siz hansına üstünlük verərdiniz? Dünəninizə yoxsa bugününüzə? Bilirsiniz, dünən dünəndir, bugün bugündür. Sabahsa hələ sabah olacaq. İndi məsələ ondadır ki, dünəni də qiymətləndirməmək çox çatışmayan cəhət ola bilər. Çünki dünən bizim böyük işlərimiz olur. Bəli. Dünənki gündə də bizdə indi deyirdik imperiya dövründən biz danışa bilərdik. Mən sizə adi bir nümunə misal çəkə bilərdim ki, mənim yadıma gəlir, elə gənc vaxtlarından, bizdə bilirsiniz də, o vaxtlar axı Sovetlər dövrü desək də, sənətə də qayğı heç də az deyil idi. Onu da etiraf eləmək lazımdır. Mən sizə adi bir rəqəmlə desəm ki, adi bir aktyor, əməkdar artist idim. Deməli, mənim ümumi, əgər bir vəsaitdən söhbət edirsə, insanın bilavasitə, insan axı dolanışığı da bilavasitə etiraf eləmək lazımdır ki, onun həyat çevrəsi də gərək kamilləşmiş olsun. Mən deməli, o vedmus dillərdə, rusca belə vedmus dillər, yəni teatr, kino, televiziya, aylıq mənim aldığım vəsait 1000 manat idi. 1000 rubl. 1000 rubl. Siz təsəvvür edirsinizmi? 1000 rubl nə deməkdir? 1000 rubl o deməkdir ki, o vaxt 4 nəfər idi. Onun 500 rublini xərcləyirdim. Toya da gedirdim, hər yerə də. Gələn aya da sənin müəyyən büdcəniz qalırdı. Əlbəttə, indi zaman dəyişib, tam dəyişib. İndinin də müəyyən dəyişikliklər var, yaxşılığa doğru. Allah bizim prezidentin canını sağ eləsin. Məsələn, üzdə olan sənətçiləri təqaüdlə, mükafatla,
bilavasitə bizə verdikləri fəxri adların müəyyən dəyərləri artıq Bəli. dəyərlənib. Bilirsiniz, indi tam bu müstəqilliyə keçəndən sonra yeni bir yolla biz irəliləyirik. Yəni yeni münasibətlər var. O dövrdə tam məsələn başqa idi, indi tamam başqadır. Yəni deməzdim ki, dünən olubsa dünənə görə heyfslənir. Axı bu gün də var. Bəli. Bu gün qayğı, bugünkü gündə qayğı deyərdim ki, daha aktualdır. Daha lazımlı qayğılar var. Məsələn, mən sizə səmimi deyim ki, ya, bizə qarşı son illər istər Ulu Öndərin, Allah qəni-qəni rəhmət eləsin, dövründə və ondan sonra bizim cavan prezidentimiz möhtərəm İlham Əliyevin bizə göstərdiyi qayğı əlbəttə bu danılmazdır. Bu Bəli. bir faktdır. Yəni istər hər birimizi, yəni şəxsən elə mənə də, bizim ailəmizdə iki qardaşıq, elə Cəfərə də mükafatlar. Mən deyərdim ki, ümumiyyətlə heç bir dövlətdə bu qədər yoxdur. Xeyr, yoxdur. Bəli. Hətta mən sizə deyərdim ki, tək indi mükafatı məsələn müəyyən sosial məsələlərdə də bizi evinə də təmin edib. Yəni bilirsiniz, yəni bu nədir? Bu sənətkara bir balaca düşünməməyə, yəni ki, özünü ehtiyacda hiss edib yaradıcılıqda qısılmasın bir axı insan ehtiyac olanda bilirsiniz, o ən dəhşətli bir cəhətdir ki, insan sıxılırsan, bilmirsən ki, sabah gedib öz balana 1 kiloqram almanı ala biləcəksən, yoxsa ala bilməyəcəksən. Bax, bu məsələlər çox, əlbəttə mən arzulayardım, bizim gənclərimiz gəlir. Bizdən sonra çox gənclər var. Bəli. Yəni, mən görürəm ildən ilə onlar haqqında da mənə belə yer ki, müəyyən proyektlər, layihələr olacaq ki, onların da sabahki gündə o ehtiyacları, çünki bilirsiniz ki, biz ikinci oxunuş oldu teatr qanunu Milli Məclisdə və bir neçə sənətkarlar, bir çoxun çağırılmaqla bərabər şəxsən mən də dəvət olunmuşdum. Burada çox gözəl məsələ müəyyən dəyişikliklər olacaq. İndi üçüncü oxunuşdan sonra Milli Məclisdə o təsdiq olmalıdır ki, və MDB məkanında deməli birinci dəfə Azərbaycanda teatr qanunu olacaq. Bu zarafat məsələ deyil, təsəvvür edin. Hələ Rusiyada hələ bu təsdiq olmayıb, təsəvvür edin. Bu qanun hələ oxunuş olub, amma hələ təsdiq olmayıb. Amma bizdə isə təsdiqə doğru gedir. Deməli, burada bilavasitə teatrların maddi texniki bazası, teatrların bir daha onların bərpası, bu dəqiqə böyük iş başlanıb ki, teatrlar bərpa olunsun, yenidən tikilsin, onların əsl mənada işıq və səs aparaturasının tam yeniləşməsi. Bilirsiniz, bunlar müasir qaydada. Bunlar müasir, bugünkü gündə bizə bütün dünyanı gəzirsən, görürsən, hər yerdə var. Niyə görə Azərbaycana da artıq bu barədə deməli sərəncam verilib möhtərəm prezidentimiz tərəfindən və bu iş başlanılıb və bu bizi əlbəttə sevindirir. Amma mən istəyərdim ki, İlham müəllim, bu qanunlar çox yaxşıdır və təqdirə layiqdir. Amma mən istəyərdim ki, yaşlı aktyorlarımızı, aktrisalarımızı teatrdan uzaqlaşdırmasınlar. Əlbəttə. Çünki onlar bütün ömürlərini, günlərini bu teatra sərf edib və onları bugün çıxardaq. Məsəl üçün teatrdan ki, sən get artıq lazım deyilsə. Biz bilirik ki, bu günləri baba rolun, nənə rolun, məsəl üçün oynamağa yaşlı aktrisalarımız, yaşlı aktyorlarımız lazımdır. Və onları da cəlb eləmək lazımdır. Siz çox gözəl elə bir cəhətə toxundunuz ki, mən məmnuniyyətlə bu tərəfdən bu sualınıza bir cavab verərdim. Ümumiyyətlə, teatrda yaşlı yoxdur. Teatrda yaradıcı insan. Bəli, bəli. Teatrda, əgər mənim yadıma gəlir İsmail Osmanlı, Allah rəhmət eləsin, bir yaşlıdır, amma onun elə cavan ürəyi, qəlbi vardı, səhnəyə çıxanda elə bilirdi ki, cavan uşaq səhnəyə çıxır. Yəni, əgər sağlamlığı varsa o sənətkarın, onun beyni bugünkü gündə zamanla ayaqlaşan düşüncəsi varsa, o teatrda olmalıdır. Və əlbəttə ki, burada müəyyən bir xırdalıqlar var ki, gərək teatrlara təyin olunan direktorlar deyirlər də, bilavasitə direktorlar, müdirlər, onlar bir balaca sənət adamlarını dərindən gərək düşünən olsunlar. Məsələn, bəziləri olur ki, görürsən ki, teatra gəlim, direktor ya müdir, onlar teatra obyekt və toçka kimi baxır. Bəli, yəni bizim, siz bir qeyd ediniz, möhtərəm prezidentimiz aktyorlarımızı, aktrisalarımızı, müğənnilərimizi, sənət adamlarını, sənətkarları düşünür, amma teatrda oturan o müdürlər onu düşünmür. Bilirsiniz, o səviyyədən asılıdır. Bəli. O səviyyədə əgər düşünməyəcəklərsə, bilirsiniz, elə insanlar
əlbəttə uzaqlaşacaqlar. Mənə belə gəlir ki, sənət həmişə göz qabağındadır. Sənətkarlar bilavasitə həmişə o sənətkar ki, əlbəttə ki, zərgər kimi işləmək qabiliyyətinə malikdir. Bugünkü gündə tamaşaçılar, bilirsiniz, tamaşaçılar hər bir sənətkarı bizdən yaxşı tanıyır. Bəli. Mən sizə səmimi etiraf Bəli, edirəm. bəli. Yəni onun əgər üzr istəyirəm bir rol oynayırıqsa, tutaq ki, hər bir insan oynadığı obraza öz tərbiyəsini səhnəyə gətirir. Bəli. Öz dünya görüşünü səhnəyə gətirir. Bax bundan söhbət eləmək lazımdır. Ola bilər ki, üzr istəyirəm, bağışlayın məni. Həyasız adamın həyasız rolu oynamağının heç mənası yoxdur. Onsuz da bilirlər ki, bu üzr istəyirəm həyasızdır da. Amma üzr istəyirəm, bir də var ki, normal, kamil bir insandır. O çıxır səhnədə elə bir kobud təbiətli insan obrazını yaradır. Deyir, görsən, bu nətər bunu oynadı? Bəli. Və yaxud ikinci tərəfdən bir var gülməli adam, bir də var ki, gülüş yaradan sənətkar. Bunlar tam başqa mənadadırlar. Bəli. Gülməli adam indi ola bilər balaca olsun, bir qaz səsi çıxarsa, bu gülməli adamdır. Belə sirkdə də ola bilər, üzr istəyirəm, bir meydanda da ola bilər. Amma bir var ki, kamil bir insandır, normal bir adamdır. Heç bir cəmiyyətdə, məsələn, o istər metroda getsin, istər avtobusda, istər öz maşınını sürüb yesin. O deyirsən, normal bir insandır, bunun gözü, qaşı, hər. Amma gəlib səhnədə, o səviyyədə xarakter yaradır və gülüş yaradır, insanların üzündə təbəssüm yaradır və yaxud kədər yaradır. O sənətkardır. O biri isə gülməli adamdır. İlham müəllim, ümumiyyətlə etirafa münasibətiniz necədir? Bilirsiniz, etirafa mənim münasibətim çox gözəldir. Mən sizə etiraf edeyim ki, məsələn, bir haşiyə çıxım, bizim gözəl rejissorumuz vardı, Allah rəhmət eləsin, Hüseyn Seyidzadə. Təsəvvür edin ki, Məşribat filmini çəkib, sonra çox filmlərdir, bilirsiniz filmləri, axırıncı filmdə Qaynana filmini çəkmişdi. Mən xırda bir insani münasibətə görə o etirafı sizin qarşınızda eləmək istəyirəm. Deməli, bir gün biz filmə çəkilirik. Bir gün Hüseyn müəllim zəng elədi ki, ürəyim balıq istəyir yemək. Yəni, balıq da, asotrin balığı. Mən də onda təzə maşın almışdım. İnanın, belə ürəyim, cavan insanı 77-ci il təsəvvür eləyim. Dedim, bu müəllimimdir də, indi mənə filmə baş rolə çəkir. Dedim, qoy müəllimi, qoy gedim müəllimi. Mənə də tanışlar var. Sürdüm Primorskaya. Orada da tanış adamlar var. Tez gətirdilər belə o balıq əsiri, o da o da indi ağır kişidir də, indi o da içki zad içən də deyildi, mən sizə deyim. Tez gətirdilər, Yeyruz müəllim elə nuş elədi. Mən tez çıxdım, getdim, hesabı verdim. Hesabı verdim ki, müəllimə hörmət kimi də özüm. Gəlib oturmuşam, indi çay içirik, birdən qayıtdı ki, o ofisant gəlsin bura. Mən də deyirəm, gələrdi Hüseyn müəllim. Yox, gəlsin bura, mən hesabı verməliyəm. Dedi, utana dedim ki, Hüseyn müəllim, hesabı mən vermişəm. İnanın bu sözü deyəndən sonra bu kişinin sifəti elə hala düşdü ki, belə çaşdım bir dəqiqənin içində. Dedi, yox, mən səni ona görə deməmişəm ki, ürəyim istəyir. Mən ürəyim istəyir ki, mən dedim, sənin tanışların çox olar. Mən ara bir çıxıram da, indi siz gənclərsiniz. Mən gəldim, ürəklə, sənlə bitkə çörək yiyim. Amma hesabı sən verə bilməzsən. İnanın, indi xəcalətdən yerə girirəm, təsəvvür edin. Bu təzədən çağırtdı ofisantı. O pulu aldırdı, qoydurdu cibimə. Özü təzədən hesab verdi, dedi ki, ömür boyu biləsən, sən də mənim yaşıma çata bilərsən sabah. Həmişə böyük hesab verməlidir. Heç vaxt ondan kiçik gəlib stolda hesab verə bilməz. Ne qədər ağıllı fikirdir. Ağıllı yox, bu mənə ömrü elə bir dərs oldu ki, yəni, belə bir məktəbdir. Bu adı, bu kişinin bu hərəkəti mənə ondan sonra bir daha, elə o vaxt indi gənc idim, ondan sonra bu günə qədər də mən düşünmüşəm və bu gündən sonra elə bil o kişinin elədiyi hərəkət mənim üçün bir örnək oldu. İndi də tanıyanlar, tanımayanlar bilirlər, doğrudan da gənclərə əsl mənada hörmət eləmək lazımdır. Bəzən görsən, elə rejissorlar olur ki, ki, haradasa öz cavan bir sənətçisindən nəsə ummaq, amma o boyda sənətkarlar, o böyük daxilində sənətkarlarda bu insaniyyətdir, bu qabiliyyətdir. Bu deyərdim ki, böyük tərbiyədir. Və mən deyərdim ki, etiraf edirəm ki, mən o tərbiyəni gördüm və müəyyən mənada məndə tam dünya görüşü demək olar ki, yenidən elə bilginən ki, adam insan eləyirsən ki,
sən qarşında onu nümunəni görəndən sonra 180 dərəcədə dəyişirsən. Bəli, mümkün bəli, dəyişirsən. İlham müəllim, çox vaxt belə bir deyim var ki, olacağa çarə yoxdur. olur. Və baş verənlərdən qaçmaq olmaz. Olur. Siz necə? Bu belədirmi doğrudan da? Bilirsiniz, olacağa çarə ümumiyyətlə bu çətin məsələdir. Elə qoyun bir nümunə də deyim sizə. Deməli, bizim bir gözəl filmimiz var, Bəyin Oğurlanması. Və orada da bizim mərhum rejissorumuz Ceyhun Mirzəyev və hörmətli bizim Vaqif Mustafayev filmi çəkirlər. İkisi rejissordular. Deməli, mən də təsdiq olmuşam. Orada, deməli, səs operatoru roluna filmdə qalıb. O vaxt elədir ki, elə mənim obrazım, elə müqavilə də bağlamışıq ən böyük obrazdan. Nə qədər rejissor var, səs rejissoru da var, direktoru günləri var, yəni məbləğ da pis deyil və s. Bəli. İndi Sovetlər dövrüdür. O vaxt elə idi ki, indi putyovka almaq da çətin idi. Bəli, bəli, bəli. İndi necə olub o vaxt putyovka alandan sonra, yəni ki, sən birinci sənə xasiyyətnamələr verildi, sonra Raykom onu təsdiq eləyirdi. Raykom təsdiq eləyəndən sonra sənin sənədlərin müəyyən yerlərə gedir, yoxlayır da bunun atası kimdir, anası kimdir. Bunlar hamısı yoxlanmalıdır. Xaricdə olanın var, yoxdur. Bəli, bunlar hamısı yoxlanılıb. Mən də siyahıdan təmiz keçmişəm. Deməli, elə olub ki, avqust ayında mən getməliyəm. Burada isə film qutarmalıdır iyul ayının axırında. Nə yaxşı. Buradan pulumu alıram. Bəli. Orada da putyovkanın müəyyən pulları var, onu ödəyirəm, gedirəm. İndi elə oldu ki, orada bir böyük pavilyon var ki, o çəkilməlidir. O pavilyon, bir görəm, iyulun 15-idir. Bu pavilyon hələ qurulmayıb. Axırda dedilər, yox, bu pavilyon avqustun 10 olacaq. Avqustun biri mən getməliyəm, təsəvvür edin. İndi qalmışam, xəcalət də çəkirəm. İndi ürəyim, qəlbim istəyir axı, o roldur, düşüyü, aktyorçu, getdi. Şamaxıda çəkilmişik, o zamanlarda ona səhnələri çəkilmişik. İndi qalıb burada da kinostudiyanın həyətində müəyyən epizodlar çəkilib. Amma o pavilyon ki, otaqlardır, o hələ çəkilmir. İndi vallahi inanın ki, indi gəlmişəm rejissorların da yanına, Allah olan canını sağ eləsin, birini qəni-qəni rəhmət eləsin, Vaqif mənim, Allah işini avand eləsin. Bəli. İndi burada elədir ki, mən əgər müqaviləni pozuram axı, əgər mən desəm ki, tam gedirəm, indi bu müəyyən orada vəsaitdir da, az da deyil, vəsait deyil. Axırda inanın ki, mən yenə də təşəkkür edirəm Qrup B-yə, başda rejissorlara ki, elə şərait yaratdılar ki, mən həm getdim xaricə 7 ölkəni gəzdim bir ay ərzində, həm də onun vəsaitimi kəsmədilər. İndi mən sizə nəyə etiraf edirəm? Pulunuzu aldınız. Bəli, amma mən onu etiraf edirəm ki, inanın, hər də o film göstəriləndə, o ki, o səhnələr, o pavilyon səhnəsi, deyirəm, axı, mən burada olmalıydım. Axı, bu səhnədə mənim də mətnim vardı. Bəli. Yəni, bax, etiraf edirəm ki, insan, əlbəttə, o dünyanı da görmək, yəni o dünyanı yox, yəni ki, məsələn, Siriyanı, Kipri, Türkiyəni, təsəvvür edin ki, Misri, Yunanistanı, yəni bunlar böyük bir aləm idi, onu görmək çox böyük. Amma bu tərəfdən də nisgil qaldı, etiraf edirəm ki, hər dəfə, bax, inanın, film göstərəndə mən istəyirəm belə başımı aşağı salıram, inan elə, ürəyimdə deyirəm, mən orada olmalıydım, indi yoxam orada. Nizami, ayıq ol, bəyi apararlar. Amma, öyle bax, necə də, bir-iki alma dəyiş. Bura bax, ayıq ol ha. Mən ayıqam, nə Cehizi düz 5 maşın, 9 dənə xalça, 9 dənə lüsü, 9 dənə ədyal, 9 dənə balır, samavarı, mamavarı, üstündə də bir nol şiş. Axırda mı? Axırda da boşandılar. Vay, oğlan. Həyatda sirdaşınız, həmdəminiz, sizə ən yaxın olan bir insan, bir kəs var. Mənim ən yaxın dostum Məmməddir. Yəni, biz təsəvvür eləyin ki, bir həyətdə böyümüşük, 7 yaşından bir sinifdə oxumuşuq, sonra ayrı-ayrı institutlarda oxumuşuq, sonra ailələr qurmuşuq və bugünkü gündə də biz dostuq və onun da müəyyən bir sirri olanda birinci mənə deyir, mənim də müəyyən bir sözüm olanda ki, belə, istər ağır olsun, insan, kişi nətərdir, ağıra da dözməlidir, yüngülə də dözməlidir. Və də bilirsiniz, o həyatda o yaxşı adam rolü oynayanlar var. Mənim onlardan heç xoşum gəlmir.
Hamı istəyir ki, yaxşı görsənsin. Amma o insan insandır ki, mən etiraf etmək istəyirəm. Acı sözü adamın üzünə deyə bilir. Və sən o sənə o andakı acı gələn söz bir saatdan sonra ən şirin sözdür. Çünki o sənə vaxtında, Bəli, bəli. vaxtında səni ayıldır ki, sən onu eləməməlisən. O Hətta arxanıca yox, üzünüzə deyir. üzvə deyir. Bəli, O həm kişi adamdır, bəli, əsl insandır, o əsl dostdur. bəli. Onu mən etiraf edirəm və özüm də hərdən olurdu orada, inan səmimi deyim ki, çoxu hərdən məndən ola bilər müəyyən, istər tələb olsun, istər belə ev şəraiti olsun, sözü mən kəskin birdən deyə bilirəm. Bəzən görürəm ki, bundan tutulurlar. Amma görürəm ki, müəyyən bir-iki saat keçəndən sonra bilirlər ki, bəlkə də bu cür lazımdır. Onu üzr istəyirəm, heç bir o tör-töküntünü malalamaq lazım deyil. O malalamaqdan pis şey yoxdur həyatda. Onsuz da o yararsız yerə o malanı çəkir sana, o hardasa düşəcək yəni. Hardasa Mütləq, mala qopub qırılacaq, düşəcək. qopub düşəcək. Bəli. İlham müəllim, həyatda hər bir insan səhvsiz olmur. Əlbəttə. Bircə səhvsiz bizi yaradandır. Bəli, bəli. Yəqin ki, sizin də hardasa səhvləriniz olub. Amma o səhvlərinizin təəssübünü çəkirsinizmi heç? Əlbəttə insan siz çox gözəl qeyd elədiniz ki, səhvsiz insan olmur. Bu danılmaz bir Bəli, faktdır. bəli, Danılmaz faktdır. Amma o insan mənə belə gəlir ki, mən onu yaxşı mənada qəbul edirəm, qavrayıram ki, öz səhvini başa düşür. Bəli, şəxsən mənim də həyatımda müəyyən səhvlər olur. Müəyyən ola bilər ki, elə bir hərəkət ki, sonra düşünmüşəm ki, bu gərək olmayaydı. O bilirsiniz, illər keçir, müəyyən mərhələlər keçir. Nöqtələşirsən. Və Bəli. arxaya baxanda düşünürsən ki, axı sən sabaha gedirsən. Yəni sabaha gedəndə arxada olan o səhvlərini müəyyən mənada sən əsl məndə yumağı bacarmalısan. Bəli. Silməyi bacarmalısan. Bəli. Amma o səhvlərlə elə gedginən indi bir məsəl